Axşamın xeyir, Novruz, necəsən? Sənə bugünkü gün sən elə bir variant təqdim edirəm. Qoy mən belə keçim. Qurban bayramıdır. Allah kəsdiyimiz qurbanları qəbul eləsin. İnşallah ki, bu evi də bu gecə ilə çəkiliş etməyim səbəb qiymətidir. Pajar qiymətinə satırıq bunu. Fövqəladə Hallar Nazirliyinin birbaşa nəzarəti altında olan bir qiymətdir. Oradan da bir dənə zəhmət olmasa götür. 3 sotlu 125 kvadratdır və buradan bizim mətbəxdir. Mətbəxdən verandaya birbaşa çıxış var. Sənədlər də paket, kupça, hər şey qaydasında. Evə daxil oluruq. Eksteryer görüntüsünü gördünüz. Sizi interyerlə tanış eləyim. Mətbəxdir. Mətbəxdən birbaşa çıxış hovuz olan zonaya və burada bizdə sağ tərəfdə qonaq otağı, salon. Çək oranı zəhmət olmasa. Üstlərində yataqdır. Bu birinci yataq. Bu ikinci yataq və bu yataq otağı daxilində hamam otağı. Ümumi hamam otağı. Və üçüncü yataq otağı. Qiymət, əzizlərim, qiymət neçə idi? Bilirsən? 100 min dollar, bəli. 100 min dollar, 3 sot 125 kvadrat. Ünvan buzonan sənədlər, kupça, paket, çıxarış hamısı qaydasında. Zəng eləyin, zənglər özü gözləyir.